Dəyərli müəllimlər, növbəti izahatım sizlərə təlimdə differensial yanaşma olacaq. Gəlin başlayaq. Əziz müəllimlər, eee, gəlin ilk öncə differensial sözünün mənasını öz-özümüzə təhlil edək. Bunu different sözündən yadda saxlayın ingilislərin, yəni müxtəliflik. Söhbət təlimdən getdiyi üçün təlimdə müxtəlifliyin nəzərə alınması. Məsələn, ilk dəfədir sizə sual verirlər. Biz bunu tərif halında yox, başa düşdüyümüz kimi ifadə eləyəndə deyirik ki, different, yəni müxtəliflik nəzərə alınır. Çünki sinifdə hamı eyni bir şəraitdə deyil. Bax, biz bugün dərsimizdə differensial təlim nədir, necə həyata keçiririk, həyata keçirən zaman hansı komponentləri bilməliyik və komponentlərin mənalarını birlikdə öz sözlərimizlə və təcrübələrimizlə misal göstərərək təhlil edəcəyik. Gəlin başlayaq. Deməli, differensial təlim, yaxud da ki, differensiallaşma eyni sinif və yaxud da ki, təlim mühitində, yəni öyrənməsinə, intellektinə, təlim nailiyyətinə, qavranmasına görə fərqli olan şagirdlər var ki, onlarla fərqli metodlarla işləyirik və dərslərin hər qrup şagirdə uyğun olaraq planlaşdırılmasıdır. Yəni, eyni məkanda müxtəlif öyrənmə xüsusiyyətlərinə və tələblərinə ayrılan qrupların, yəni heterogen siniflərin olduğu bir mühitdə tətbiq olunur. Deməli, burada biz necə yadda saxlayırıq? Eyni bir sinifdə, eyni bir təlim mühitində müxtəlif şəkildə olan şagirdlərimizə fərqli metodlarla işləmək və hər bir qrup şagirdə uyğun dərslərimizi planlaşdırmamızdır. Ümumiyyətcə, təlim ehtiyacı və öyrənmə xüsusiyyətlərinə malik olan şagirdlər üçün müəllim hər zaman çevik bir dərs planı almalıdır. Çünki ənənəvidən fərqli olaraq bizdən tələb olunan əsas odur ki, şagirdə yönəlmiş qur və şagirdlərin təlim ehtiyaclarına uyğun şəkildə dərsini qur. Bizə məlumdur ki, artıq şagirdlərimiz öyrənmə sürətinə görə fərqlənirlər. Məsələn, təlim nailiyyəti yüksək olan şagirdlərə çətinlik dərəcəsi yüksək, təlim nailiyyəti zəif olan şagirdlərə isə nisbətən çətinlik dərəcəsi açıq olan tapşırıqlar veririk. Bu zaman biz təlimdə differensiallıqla yanaşı, təlimdə bərabər imkanları da gözləyirik. Pedaqoji prosesin təşkili prinsiplərində. Deməli, bir sözlə elə bir şagird yaradırıq ki, bütün şagirdlər üçün təlim səmərəli olsun. Differensiya isə bəzən ümumi yanlış təsəvvürlər formalaşır bəzi müəllimlərdə. Yəni, bəzi müəllimlər hesab edirlər ki, tədris zamanı sadəcə bir neçə əlavə fəaliyyəti vermək elə differensiallıqdır. Əslində, differensiasiya müəllimin səriştəliyin göstəricisidir. Yəni, bütün fəaliyyətlərində müəllim bunu differensiallıqdan istifadə etməlidir. Yəni, müəllim hər bir şagirdə eyni tapşırıq verəndə, bütün şagirdlərə ümumi rəy verəndə, bu zaman da differensiallığı pozur. Yəni, ümumi rəy verməklə qiymətləndirmək, təlim üsullarını yalnız istedadlı şagirdlər üçün tətbiq etmək əslində tədris prosesində həmişə dəyişməz qruplar yaratdıqda, yaxud da ki, dəyişməz eyni tipli qruplarla dərsi qurduqda da differensiallıq pozulur. Bəs yaxşı, biz müəllimlər differensial təlimi reallaşdırmaq üçün nələrdən istifadə etməliyik? Müxtəlif yanaşmalar mövcuddur bununla bağlı. Şagirdlərin marağı nəzərə alınmalıdır, hazırlıq səviyyəsi nəzərə alınmalıdır, öyrənmə tərzləri nəzərə alınmalıdır. Bütün bunları deyərək differensial təlimi bir neçə komponentini təhlil edəcəyik. Birinci, əslində 4 komponentdir əziz müəllimlər: məzmun, proses, nəticə və qiymətləndirmə. Gəlin hər birini təhlil eləyək. Testlərə çox düşür və əksəriyyət müəllimlərimizdə müəyyən çaşqınlıq yaradır. Amma əslində mahiyyəti tam dərk etdikdə heç bir problemimiz olmur. Məzmunu şagirdə ötürdüyümüz informasiya kimi yadda saxlayırıq. Elə bizim vəsaitimizdə də qeyd olunub. Yəni, biz bildiyimiz kimi dərsimizi gündəlik olaraq təlim nəticəsinin standartları hər birini ardıcıqla riayət edirik, əvvəlcədən planlaşdırırıq neçə prinsipindən. Lakin bəzən tədris zamanı sinifdə olan şagirdlərin bəziləri məzmunu tamamilə anlaya bilmirlər. Yəni, gündəlik standart keçdiyimiz dərslərdə bilirik ki, bizim metodik vəsaitimizdə bizdən tələb olunan standartlarla qururuq dərslər. Amma elə uşaqlar var ki, o standartlara uyğun gəlmir onlara. Yəni, belə deyim də, onlar üçün anlama zəif olur. Yəni,
elə uşaq var ki, götürə bilir, elə uşaq da var ki, götürə bilmir. Bəs bir differensial təlimi bilən bir müəllim məzmun komponentində nəyə başa düşüb, nə nəticə çıxarmalıdır və növbəti dəfə onu öz praktikasında həyata keçirməlidir? Əziz müəllimlər, məzmunda biz şagirdə tapşırıqlar hazırlayarkən taksonomiyanın mərhələlərinə uyğun, yəni sadədən mürəkkəbə doğru hazırlamalıyam ki, ötürdüyüm informasiya, ötürdüyüm məzmun şagirdimə rahat olsun, uyğun olsun. Çətinlik dərəcəsini müəyyənləşdirərkən meyarlardan istifadə etməliyəm. Deməli, burada məsələn nümunə göstərib bizdə. Tolerantlıq nədir? Tolerantlığın növləri. Görürsünüzmü? Sadədən mürəkkəbə doğru ta ki, taksonomiya bütün mərhələlərlə nümunədə əzmənlər. Yəni, gözümüzü qorxudan, differensial təlim, Aytaç müəllim, heç cür anlamırıq, testlərə düşürük, seçə bilmirik, amma çox sadədir. Deməli, biz dərsi elə qururuq ki, sadədən mürəkkəbə doğru elə ötürürük ki, uşaqlar informasiyanı hamı oradan nəsə götürə bilsin, qabraya bilsin. Deməli, differensiallıqda məzmun komponentinin vacib əhəmiyyətini biz bu izahla düşünürəm ki, dərk elədik. Əziz müəllimlər, qeyd etdiyim kimi, burada nümunə göstərib taksonomiyanın mərhələlərini. Məsələn, bax, tolerantlıq nədir? Xatırlamaq mərhələsi, tolerantlığın növlərini və onların mahiyyətini uyğunlaşdırmaq, ümumiləşdirmək, anlamaq, müzayədə idi. Mədəni tolerantlığı əks etdirən mətni rollu oyunlar şəklində nümayiş etdirin, tətbiq etməyimizdə prosedural biliyə müzayətdir. Verilmiş situasiyanın diskriminasiyanı aradan qaldırmaq üçün həll yolu kimi hansı istiqamətdə formalaşmasına daha məqsədə uyğundur? Yaxud da ki, digərləri. Ən sonunca diqqət etsək, məsələn, deyir ki, sinif yoldaşlarının arasında yaranan mübahisələri aradan götürmək üçün yeni plan hazırla. Burada da aydındır ki, yaradıcılığa əsaslanır. Yəni, bir sinifdə hamı eyni səviyyədə deyil, ona uyğun şagirdə ötürdüm. İkinci isə şagirdlərlə düzgün əlaqə qurmaqdır. Bu isə prosesə aiddir. Çünki hər bir şagirdimizin özünə məxsus intellekti və öyrənmə tərzi var. Uğurlu təlim nəticəsi əldə etmək istəyiriksə, müxtəlif yollarla uşaqlarla əlaqəni düzgün qurmalıyıq. Çünki differensial təlimə görə bütün şagirdlər eyni dərəcədə müəllimin köməyinə ehtiyac duymur. Bəzi şagirdlər var ki, fərdi, cütlərlə, bəziləri qruplarla işləməyi seçə bilərlər. Yəni, bəzi şagirdlərdə ümumiyyətlə müəllimlə fərdi şəkildə işləməyi, yəni fərdi şəkildə inkişaf elədiyi halda bəzi şagirdlər isə məzmunu qarşılıqlı əlaqə ilə. Yəni, elə şagird var ki, deyir ki, mən belə deyək də, olur dinlən. Ayçım, siz özünüz mənə gəlin yanımda durun ola. Bircə dəqiqə mənə deyin, başa düşün. Elə şagird deyir ki, yox, elə ümumi deyin, yəni qarşılıqlı əlaqə üzərində mənə aydın olacaq. Differensial təlimdə də şagirdin marağı nəzərə alınır, onlar üçün öyrənmə metodlarına uyğun şəkildə seçilir. Deməli, əziz müəllim, prosesi necə yadda saxlayırıq? Məsələn, situasiya verə bilər, müəllim şagirdlərin öyrənmə tərzlərini müxtəlifi nəzərə alaraq, məsələn, hərəsinin elə uşaqlar eşidərək, məsələn, mən dərsi, məsələn, sizlərə də, düzdür, məsələn, canlı da deyirik, yaxud da ki, nəsə praktik nümunələr göstərir, yaxud da ki, baxıram ki, əksəriyyət məsələn deyir ki, müəllimə, olar mən sizə səs atım, yaxud da ki, siz mənə sonra qısaca bir 2-3 dəqiqəli bir dənə dərs əsası məzmunu səs atarsınız. Deməli, bunu mən həyata keçirirəm, elə müəllimlərimiz var, bizim hazırlıqlarımızda, yaxud da ki, şagirdlərimiz var. Onlar deyir ki, Aytaç müəllim, çox-çox xahiş edirəm, mənə sual verin, səs atın, mən o sualları sizə cavablam. Yaxud da ki, siz mənə qısaca bu dərs əsas vacib nə idi, onu bir dənə mənə nə olar, xahiş edirəm, səs ata bilərsiniz. Mən də bunların hamısını eləyirəm. Yaxud da ki, elə müəllim deyir ki, siz izah atmasaz, video izah atmasaz, elə siz atdığınız video izah kitab üzərində mən oxuyuram, daha yaxşı başa düşürüm. Mən də bunları nəzərə alıram, sizlə əlaqəni düzgün qururam. Yəni, prosesə differensiallıqda önəm verirəm. Deməli, əziz müəllimlər, bizdə burada nəticə komponentini gəlin izah eləyək. Şagirdlərin əldə edə bildiyi bilib bacarıq kimi yadda saxlayırıq. Əziz müəllim, bildiyimiz kimi şagirdlərimiz dərsin sonunda məzmun mənimsəmək üçün nəticə komponentini necə izah edirik? Nəsə bizə göstərirlər. Məsələn, ifadə eləyirlər də, çatdırırlar da. Məsələn, bu esse şəklində ola bilər, layihə, əsər şəklində ola bilər, hesabat yaxud da ki, digər. Yəni, öyrənmə tərzlərinə uyğun tapşırıqlar hazırlamaq, nəticə hasil etməyə imkan yaratmaq lazımdır. Yəni, hər bir şagirdin öyrənmə tərzinə uyğun tapşırıqlar və onu da bizə göstərirlərsə, deməli, nəticə komponentinə aid olacaq. Məsələn, şagirdim var, oxuyub yazaraq öyrənməlidir. Bu mətnlə bağlı yazı hazırlayacaq. Elə şagirdim var, vizualdır, təsəvvürlə qrafik hazır. Elə şagirdim var, oxuyaraq səsi məruzə edir. Elə şagirdim var, kinestetik olaraq, məsələn, səhnələşdirir. Deməli, bunu belə yadda saxlayır. Nəticə komponentim isə bu qədər. Qiymətləndirmə komponentim isə çox sadədir, əziz müəllim.
Ənənəvidən sadəcə olaraq fərqli olaraq şagirdlərimizi qiymətləndirmə edərkən differensiallığı yenə qoruyuruq. Çünki hər bir şagirdimiz müxtəlif təlim ehtiyacları var və onların müxtəlif problemləri var. Onları aradan qaldırması üçün uşaqlara müxtəlif rəylər, konstruktiv rəylər. Məsələn, Aysel yenə obraz mənim olmazsa olmazım obrazımdır. Nümunə göstərəndə yenə Ayseldən başlayaq. Deməli, Aysel düşünək, obraz düşünək. Aysel ölçülər haqqında məlumatı yaxşıdır, lakin xəritədə göstərə bilmir. Aytaç müəllim də necə differensial qiymətləndirəcək, rəy verəcək? Aytaç müəllim deyir ki, Aysel nəzəri faktorları, ölçülərlə bağlı məlumatı düzgün çatdırdın, lakin xəritə bilin yaxşı deyil. Bunun üzərində çalış və növbəti dəfə bunu aradan qaldıracağına inanıram. Deməli, gələcəyə yönəlmiş rəy verdim. İlkin olaraq demədim ki, bu nədir? Ayşə, sən bir də Amerikanın yerini bilmirsən. Bu artıq onda birinci özgüvənsizlik, qapalı düşüncəyə yönləndirəcək və differensial yanaşma olmayacaq. Yaxud da ki, ümumi hamıya desəm ki, xəritəni heç nə bilmirsən, amma halbuki onun içində xəritəni ala bilənlər var. Deməli, ümumilikdən qaçırıq, fərdi şəkildə əks əlaqə qururuq, hər bir şagirdlə əks əlaqə qururuq, onlara ayrı-ayrıqda çətinlik göstərdiyi mövzu ilə bağlı rəy veririk. Mənə burada cədvəldə nümunə göstərilibdir sizlərə. Yəni, çətin bir şey deyil. Ənənəvi ilə müasir yanaşmanın müqayisəsi çox asandır. Məsələn, ənənəvidə ədəbiyyat dərsində hamıya eyni əsər olurdsa, məzmun komponentində çatdıranda, artıq müasir differensial yanaşmada isə hər bir şagirdin marağına uyğun şəkildə seçir. Digərlərdə eynidir. Qaldı burada bizim üstünlüklərimiz. Çox yüksək üstünlüklərimiz var. Tədqiqatçılar göstərib ki, məsələn, təlim nəticəsi yüksək olanlarla yanaşı, əlilliyi olan uşaqlar üçün də effektivdir. Differensial təlim, uşaqlar materialı necə öyrənəcəklərinə çox seçim veriləndə daha çox məsuliyyətsiz seçirlər. Eyni zamanda müəllimlər də şagirdlərin təlim ehtiyaclarına uyğun dərsi quranda, deməli, nizam-intizam problemini yəni, əslində şagirdlər arasında öyrənmə ilə bağlı nizam, belə deyim də, məsələn, eyni tipdə bir sual hazırlayırıq, amma indi müxtəlif tipdə hazırlayırıq, uşaqlar üçün önəmli olur. Ona görə də deyirik ki, müəllimlər öyrənmə prosesi şagirdlərin təlim ehtiyaclarına uyğun təşkil etdiyinə görə siniflərdə daha az nizam-intizam problemi olur. Uşaqlar daha çox öyrənməklə məşğul olur. Bilirsiniz necə deyim? Nizam-intizam nəyin mənada deyir? Bayaq, məsələn, otururduq, lazımlı-lazımsız bilikləri danışırdıq. O biliyin önəmini fərq edən az uşaqlar olurdu da. Reallıq düzdürmü siniflərimizdə? O zaman da səs-küy falan, yaxud da ki, maraqsız olurdu uşaqlar üçün. Amma indi differensiallaşdıranda çox maraqlı olur. Bir də əziz müəllimlər, skafoldingdən qarşılıqlı vəhdət təşkil edir. Oxşarlığı da var, fərqi də var. Skafolding nə idi? Uşaqlara müvəqqəti körpü rol oynuyorduk, dəstək olurduq. Məsələn, əlindən tuturduq qələm, sonra növbəti dəfə uşaqlar özəl həyata keçirirlər. Yəni, bir-birindən hər ikisində ortaq məxrəc odur ki, eyni təlim nəticəsinə çatılmasına nail olmaq üçün şagirdə olduğu yerdən istədiyi hədəfə çatdırır. Yəni, bu hər iki yanaşmada oxşarlıq budur. Lakin fərqli odur ki, skafolding bütün tədris zamanı həyata keçirməlidir. Amma differensiallı tədris zamanı. Yəni, belə deyək də, differensial yanaşma skafoldingin içərisində yer alan bir prosesdir. Bu qədər diqqətinizə görə minnətdaram.